Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə təsərrüfatımızda olan keçilərimizdən əldə etdiyimiz südlərdən hazırladığımız məhsullar haqqında məlumat verəcəm. İlk öncə keçi südü haqqında məlumat verim. Bizim təsərrüfatımızda əldə etdiyimiz südlərimiz səhifəmizin adından göründüyü kimi bir keçi konsepsiyasına uyğun olaraq əldə edilir. Bu nə deməkdir? Yəni hər bir keçi ayrı-ayrılıqda sağılır, ayrı-ayrılıqda qaynadılır və ayrı-ayrılıqda da qablaşdırılır. Siz əlinizə bir bardaq aldıqda, yəni orada yalnız bir keçinin südü olur. Və buna görə də bugünkü gündə bizim keçilərimiz 70 nəfərdən artıq körpə uşağa süd analığı etməkdədir. Yəni bu halda, yəni bir keçi konsepsiyasına süd əldə etdikdə uşaqlarda heç bir rahatsızlıq olmur. Həzm problemi, qəbz, köp bu halların heç biri olmur. Çünki çox rahat, yəni süd bir növdə olduğu üçün çox rahatçılıqla qəbul edə bilirlər. Yəni istənilən yaşda bu südü çox rahatçılıqla qəbul etmək olur. İkinci məhsulumuz isə keçi pendiridir. Təsərrüfatımızda iki növdə pendir istehsal edirik. Naxçıvan duzu ilə, yəni qaya duzu ilə olan pendir və adi dəniz duzu ilə olan. Yəni bu zövqə görədir. İnsanlar var, eləsi var, yəni sırf Naxçıvan duzu ilə olan pendirdən istəyir. İnsanlar da var ki, ondan istəmir, çünki rənginə görə sırf dəniz duzu ilə ağ, yəni bəyaz pendir istəyir. Pendirləri quru saxlama üsulu ilə saxlayırıq. Yəni bu pendirə xüsusi bir dad verir. Heç bir yağı, yəni özündən kənara atmır, yağı tərkibində qalır, yəni quru saxlama üsulunda. Və tam dəydikdən sonra sizə təqdim edirik pendirlərimizi. Keçi pendirinin, yəni xüsusiyyəti odur ki, inək və qoyun pendirindən tam dietikdir. Heç bir ağırlıq, yəni belə deyim də, onu yeyərkən heç bir ağırlıq hiss etmirsiniz. Günün istənilən saatı yeyə bilərsiniz. Məsəl üçün qoyun pendirini axşam saatlarında yedikdə sizdə artıq piyələnməyə, çəkiyə gətirib çıxarda bilər. Amma keçi pendirində bu qətiyyən və qətiyyən olmur. Yəni tam dietik keçi pendiri, yəni keçi pendiri tam dietik məhsul sayılır. Gələk bundan sonraki məhsulumuza. Sonraki məhsulumuz isə keçi südündən əldə etdiyimiz qatıqdır. Keçi qatığının başqa qatıqlardan, yəni inək qatığından fərqi odur ki, keçi qatığının tərkibində bol miqdarda maqnezium var. Köp, qəbizlik, bağırsaq problemi olan insanlarda, yəni bu çox gözəl, yəni bunu qəbul etmək çox gözəl nəticə verir. Yəni bunu mütəmadi qəbul edən insanlarda qəbizlik kimi, köp kimi hansısa bir narahatçılıqlar yəni olmur. Bir tək onu deyim ki, keçi qatığının inək qatığından fərqi odur ki, inək qatığı kimi, yəni o el dilində desək, kərpic kimi olmur. Yəni biraz duru olur keçi qatığı. Amma özünə məxsus bir dadı var, özünə maqnezium ona bir xüsusi bir dad verir, yəni keçi qatığına. Sırf müalicə məqsədi ilə, yəni çox insanlar onu istifadə edir. Yəni müalicə məqsədinə istifadə etdikdə, yəni alternativi olmayan, yəni belə deyim də ən yaxşı qidalardan biridir keçi qatığı. Bu qədər, yəni diqqətinizə görə təşəkkür edirəm.